Dostluğun bura qədərmiş, ay insafsız. Axı səfərə birlikdə çıxacaqdıq. Məndən xəbərsiz yola çıxdın. Bir daha geri dönməyəcəksən. Niye? Ay Allah! Kaş senin yerine mən öleydim. Sen təkcə məni yox, kendi qəbiləsini də yetim qoydun. İntihar haram olmasaydı şah damarımı keser ve seninle birlikte bastırırlardı. Kiyanın qanı sənin boynundadır İbn Şümeyt. Kişi sənsə səhvini etiraf elə. Günahımla oldu. Mən axmaq ona şübhə elədim. Hə, nə oldu? Kiyan sənin şübhələrinə son qoya bildi? Mənimlə siz əmir? Yox, özümlənəm. Əziz qardaşlarım, mən Əhmər ibn Şümeyt. Sizin rəhbəriniz etiraf eləyirəm ki, Əbu Ümrə haqqında yanlışlığa yol verdim. Bəlkə də xəyanət elədim. Xəyanət. Bu sözlərə ehtiyac yoxdur əmir. Hansı səhv? Hansı xəyanət? Bütün döyüşlərin qaydası belədir əmir. Birisi öldürür, o biri ölür. Bizim tarihimizi müəyyənləşdirən yalnız odur. Kiyanla ixlaslı tərəfdarları süvari kimi döyüşə çıxsaydılar, şübhəsiz ki, döyüşün nəticəsi belə olmayacaqdı. Əbu Ümrənin qanı bizim boynumuzda ağır yük oldu. Əhmərcan, sizin söylədiyiniz bu sözlər qoşunu parçalaya bilər. Sizi and verirəm Allaha, duyğularınıza hakim olun. Biz hələ işin başlanğıcındayıq əmir. Bizim əsas döyüşümüz sabahdan etibarən başlayır. Əbdülrəhman, hər kəs ölümə məhkumdur. Çalış biraz səbirli ol. Cənab Əzrailin Allahın digər məxluqatı ilə qohumluğu yoxdur. Hətta Peyğəmbərlə belə. Xoş olsun Allah yolunda cihad edən atanın halına. O Allah Taala ilə görüşə tələsdi. Atan döyüşkən və böyük gücə malik olan Kindi qəbiləsinin ağsaqqalı və ərəblərin məşhur şəxslərindən biri idi. Çalış babalarına və qəbilənə layiq əzadarlıq edəsən. Bundan sonra biz səni Kindi tayfasının başçısı hesab eləyir və səninlə bu əzadarlıqda həmdərdik. Sizin həmdərd olmağınız bizim üçün fəxirdir əmir. Amma məndən qəbiləm üçün ata əvəz olmayacaq. Kaş dostlarımız bizim köməyimizə vaxtında gələydilər. Kimsə boyun qaçırmadı cavan. Hamı niyyətimiz üzrə dəqiq hərəkət edirdi. Biz bütün döyüş ərzində hər şeyə nəzarət edirdik. Atan qəflətən tələyə düşdü. Bilmirik,
fikri hardaydı ki buna yol verdi? Cenab İbni Hür ve İbad vaxtında gəlməsəydi, sən və tərəfdarların meydanı sağ-salamat tərk eləyə bilməyəcəkdiniz. Gec gəldilər, çox gec gəldilər. Biraz tez gəlsəydilər, bir əcəm belə sağ qalmaz, mən də atamın matəmində oturmazdım. Əbdülrəhman, hal-hazırda sən yasa batmısan. Məsələ onun üçün də belə danışırsan. Bugün hamı tapşırığı yerinə yetirdi. Və demək olar ki, nəticədə Muxtarın belini sındırdıq. Əbu Ümrə Kiyan zəif rəqib deyildi. Əbu Ümrəni biz öldürdük. Biz qeyri-ərəbləri öldürməklə Muxtarın belini qırdıq. Bu böyük qələbə bizim iftixarımızdır. Bəli, bizə məxsusdur. Qələbə hamımıza məxsusdur. Bizim hamımıza yox, İbni Hür. Bu qələbə mənə, atama, qohumlarıma, yəni bizə, Kindi qəbiləsinə məxsusdur. Bu iftixardan hətta Şəbəs və İbn Həccaz da məhrumdular. Aha. Deməli biz palçıq tapdalayırdıq Ayibad. Deməli onu və qəbiləsini Şakiri canavarlarının əlindən xilas eləyən biz deyil, cinlər olub. Məgər sən ağzını yumub əzizin əzasına əyləşmiş insanla ağızlaşmasan olmaz İbn Hür? Yaxşı olar ki, siz qardaşınızın çəkmələrini cüddiyəsiz, cənab. Elə eləmə ki, dişlərini yumruğumla ovcuna tökməyə məcbur olam. Murdar ağzını yum, alçaqmuzdur! Sus Cəfər! Siz ikiniz xəcalət çəkmirsiniz? Allah xatirinə qoy, vicdanınız hökm versin. Heç bu mübahisənin yeridir? Özü də qoşunumuzun qeyrətli və döyüşkən sərkərdəsinin cənazəsi yanında. Mən məyər pis danışdım ki, buynuzları it olan qardaşın səsini yüksəldir? Sən cənazə yanında qənimətdən danışmaqla qələt elədin. Cəfər isə səni də vurub keçdi. Bu böyük qələbənin iftixarı Kindi qəbiləsinə məxsusdur. Sizin rəqibiniz o qədər şişmandır ki, onu ovlamaqla hamınız doyarsınız. Əbdülrəhman, cənazəni qüsul edib sidir və kafir ilə ətirləyib kəfənə bükün. Mən şəxsən özüm ərəbin bu böyük sərkərdəsinə namaz qılmaq istəyirəm. Üzgünəm əmir. Öz vəsiyyətinə görə onun namazını Şəbəs qılmalıdır. Şəbəs? Bəli əmir. Eybi yoxdur. Ölünün vəsiyyətinə əməl eləmək vacibdir. Qoy qılsın. Namazı Şəbəs qılsın. Gedin. Sabah meydana sizlə birlikdə gedəcəm. Ya döyüşdə öldürüləcəyəm, ya da o alçaqlardan Kiyanın qisasını öz əllərimlə alacam. Cəsarətimə görə üzr istəyirəm, əmir. Siz qalmalı və rəhbərliyinizə davam eləməlisiniz. Allah eləməmiş, hər orada məğlub olsaq, Qiyamın beli qırılacaq. Kiyan şəhid olmaqla öz arzusuna çatdı. Allah onu rəhbərimiz əli ilə məşhur eləsin. Biz hələ sağıq, əmir. Bizim vəzifəmiz düşmənlə vuruşmaqdır. Sizin vəzifəniz isə döyüşü idarə eləməkdir. Kaş ki, Əbu Ümrə haqqında şübhə eləməyəydim İbn Kamil. Şübhənizin əsası cahillərlə məsləhətdən yaranır. Mən əminəm ki, bizim düşərgədə ərəblə cəm arasında nifaq çox çəkməyəcək. Bu barədə nəsə eşitsəz, əmin olun ki, bu ya düşmənin hiləsidir, ya da ərəbin təəssübkeş cahillərinin vəsvəsəsidir. De görüm ərəbin təəssübkeş cahilləri deyərkən kimi nəzərdə tutursan? Qalsın şeyx. Qalsın. Mən heç kimi ittiham eləmək fikrində deyiləm. Ona görə də xahiş eləyirəm ki, özünüz də özünüzü ittiham eləməyəsiz. Lənət olsun cahilə. Lənət olsun cahilanə təəssübə. İbn Kamil. Bəli, əmir. Məzlum şəhidimizin cənazəsinə namazı özün qılarsan.
sənin İbn Hürlə rəqabətin hardan çıxdı? Gör qardaşımın gözündə nə qədər alçalmışam ki. İbn Hür kimi muzduru mənə rəqib bilir. Bəs niyə elə hey itə dönüb bir-birinizi qapırsınız? Qardaşım, mən bu adamdan şübhələnirəm. Bəlkə də Muxtarın adamıdır, hə? Ola bilsin Muxtara qarşı çıxmağı və vurduğu ziyanlar hamısı Muxtarın gizli tədbiridir. İstəyir ki, İbn Hürə inanıb onu sərkərdələrimizlə bir tutaq. İbn Hür, Muxtar Səqəfinin cəsusu olsa belə, yenə də işimizə yarayır. Onunla keçinmək məcburiyyətindəyik. Cənab Mühəlləb, ona ehtiyacımız olduğunu qəbul eləyirəm. Amma niyə o bizim gizli məclislərimizdə iştirak eləməlidir? Mən bildiyimə görə bizim gizli məclislərimizdə yalnız mən və Əmir iştirak edirik. Hətta siz belə orada olmursunuz. Bunun özü də mənə əzab verir. Təəssüf ki, böyük qardaşımın yanında mənim başım aşağıdır. Cəfərcan, yerimdə oturmaq istəyərdin? Qardaş, mən heç bunu ağlımdan da keçirməmişəm. Onda öz hisslərinə hakim olmalısan. Bizim məqsədimiz Zübeyir övladlarının dövlətini qurmaqdır ki, xəlifəsi də böyük qardaşımız olacaq. Oldu, Əmir. Amma qiyamət iş gördün. Qoşunumuz ziyan görmədən Əbu Ümrəni o dünyaya yolladıq. Sındır. Quyruğunla qoz sındır. Bircə şəbəs də bizim fikrimizi anlasaydı, heç dərdimiz olmazdı. Səndə ki o iştaha var, istəsən şəbəsi də asanlıqla uda bilərsən. Onu xeyməyə çağır və xoş üz göstərərək hörmətlə ayağına qalx. Onunla elə söhbət elə ki, ürəyinin sözünü rahat deyə bilsin. Cənab Şəbəs, siz təbiətən güşənişinsiz, yoxsa biz gözünüzə yat kimi görünürük? Mənim və cənab Şəbəsin yaşında olanlar üçün ən yaxşı iş ibadət, razı-niyaz və duadır. Müşavirələrdə həvəs və fəallıqla iştirak əslində mənim bu ağ saqqalıma yaraşmır. Bəli. Mənə əmriniz vardı, Əmir. Əmrim yox, amma sözüm var. Sadəcə yalançı Muxtarla döyüşümüz haqqında sənin fikrini öyrənmək istədim. Muxtar hələ meydana çıxmayıb. Nə vaxt meydana çıxsa, fikrimi o zaman deyərəm. Bəs onda biz kimlə döyüşürük? Necə olur ki, Əmirin xəbəri olmur? Şeyx hələ meydana çıxmayıb deyərkən, Əşdərin oğlu nəzərdə tutur. Xeyr, cənab Mühəlləb. Muxtar bir hilədən 2 dəfə istifadə eləmir. Əşdər oğlu ona Küfə əyanlarının qiyamını yatırmaq üçün lazım idi. Necə ki, Cədəli Məkkədə Haşimilərin ağasını xilas eləmək üçün gərək oldu. Deməli, bu 2 nəfəri çıxın. İcazənizlə. Əyləş Şəbəs, əyləş. Söylə, biz neynəməliyik ki, siz bizimlə çiyin-çiyinə Muxtarla cihad eləyəsiz? Siz Muxtarla cihad eləmirsiniz. Buyurduğunuza görə Peyğəmbərin sünnətini dirçəltmək üçün bizə sığınacaq vermisiniz. Bu söz avam insanları aldatmaq üçün yaxşıdır. Sizin Muxtarla olan davanız sünnəti dirçəltmək üçün deyil, hakimiyyət üstündədir. Çox gözəl. Mən bu döyüşdə iştirak eləməyimi özümə şəri vəzifə hesab eləmirəm. Siz bizə pənah verdiniz, biz də öz qəlbimizlə haqqınızdan çıxaq deyə sizin yanınıza gəldik. Əgər qılıncımızı istəyirsinizsə,
gərək qiymətini ödəyəsiz. Qılıncının qiyməti nə qədərdir? Bəsrə hakimliyi xəlifə həzrətlərinin xətti ilə yazılmış və möhrü ilə təsdiq edilmiş fərmanı ilə. Allah bərəkət versin Şeyx Şəbəs. Yaxşı alış-veriş elədin. Nuşu canın olsun. Siz Qalsın. Sizin kimi böyüklərin gözündə mənim kimlər hələ çox gəncdir. oğlum, mənim yaşım siz cavanların atmacalarını dözməyə imkan vermir. Xahiş edirəm kinayə ilə danışma. Öncə mən sizi tanımalıyam. Mən elə mənəm cənab Şəbəs. Ubeydullah İbn Hür. Hür? Mənim tanıdığım bir Hür Gezidin qoşunun sərkərdəsi idi. O Hüseynin yolunu kəsdi, sonra isə fədaisi oldu. Onun oğlusan? Xeyr, başqa Hürün oğluyam. Hür ibn Yezidin oğlu deyiləm. Atam onun kimi məşhur olsaydı, indi xəlifə qoşununun sərkərdəsi olardım. Haqlısan. Bu günlərdə əsl nəcabət çox şey deməkdir. Tövsiyə edirəm ki, davamlı olaraq öz bacarığına arxalanasan. Mən həmən o şəxsəm ki, Muxtara qarşı qiyam eləyib, onun qurduğu dövləti sirkələmişəm. Maraqlıdır. Deməli, Muxtara qarşı çıxan həmən cavan oğlan sənsən. Səni görməyimə şadam. Şübhəsiz ki, sizin zirəyliyiniz təqdirə layiqdir. Siyasətdə sizə iqtida eləmək istəyirəm. Yanılırsan, cavan oğlan. Əgər mən mükəmməl siyasətçi olsaydım, indi burada olmazdım. Təvazökarlıq eləyirsiniz, şeyx. Siz güclü siyasətçi olmasaydınız, indi matəm halvanızı yeyərdik. Mərhum İbn Əşəz kindi sizə qulaq assaydı, indi yaşayardı. Hamı bir gün öləcək. Məndən nə istəyirsən? Bir qılıncın qiymətini. Hansı qılıncın? Dünənə qədər Muxtarı dəstəkləyən, Hüseyin qatillərinə yara vuran, bugün isə Zübeyir övladını dəstəkləyərək Muxtarı məhv eləmək istəyən qılıncın. Qəribə qılıncdır. Belə bir qılınc sabah Zübeyir evladının şax damarını da kəsə bilər. Hətta sahibinin də sinəsinə batar. Mən sənin yerinə olsaydım, bu qılıncı sındırardım. Əgər sövdələşmə fikrin varsa, qılıncını deyil, qanını sövdələşməyə çıxar. Qanımı sövdələşməyə çıxarsam, onda qan pulum nəyimə lazımdır? Qan pulu həmişə canın bahasına başa gəlmir, cavan. Bir neçə damcı qan və sadə yara ilə sən Küfə gözətçilərinin rəhbəri ola bilərsən. Bu çox yaxşı vəzifədir. Və bu vəzifə sənə çox yaraşar. Hara belə, əmican? Əmican? Mən sənin əminəm? Deyilsiz? Bilmirəm. Sənin əminəm? Bir-iki gün əvvələ qədər əmim idiniz. Bəlkə atam öləndən sonra daha qardaşlığınız qalmayıb. Sənin atan mənim qardaşım idisə, onda o ölübsə.
ölübsə, deməli mənim də belim sınıb. Əmican, bu cəfəngiyat və unutqanlığı sənə heç yaraşdırmıram. Bütün qoşun sənin qorxudan özünü dəlliyə vurduğunu düşünərək məsxərə eləyib gülürlər. Yenə döyüş başlayıb. Qoşun hanı? Hanı? Özünə gəl ay kişi. Mən özümdəyəm axı. Mən oyağam. Mən yuxuda deyiləm. Cənab İbni Həccac, siz Kindi qəbiləsi ilə həm peyman olan Zübeydi qəbiləsinin də böyüyüsüz. Bu cür hərəkətlə hər iki qəbilənin adını bədnam eləyirsiniz. İbn Həccac? Bu ad mənə nə qədər tanış gəlir. İbn Həccac. Ha, tanıdım. O nə şücaətli döyüşçü, nə də siyasət yürütməyə qabil bir şəxs idi. Döyüş başlanan kimi qılınc çalan ilk şəxs idi. Əcəb uzun qulaq imiş. Əcəb eşşək imiş. 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 Boğmusuz, yoxsa tikə-tikə eləmisiz? Üzünü leşiyənlər yırtıblar, əmir. Qorxulu sonluqdur. Qara sevdasının nəticəsidir. Biraz qəddarlıq eləmisiz. Çarəm yox idi, əmir. Hökumətin sirlərini faş eləməsindən qorxdum. Mən xəlifənin dövlətinin abrını qorumağı düşündüm. Bəzən qanun ziyan görməsin deyə zülm eləmək vacib olur. Mən sənin qılıncına və zəkana güvənirəm, Əbdürrəhman. Əgər Zübeyir övladı dövlətinin sol əli olmaq istəyirsənsə, İbn Kamil Şakirini öldürməlisən. Onu tanıyırsan? Bəli, əmir. Küfə gözətçilərinin rəhbəri İbn Kamil Şakiridir. Başqa sözlə Muxtarın iki qolundan biridir. Bugün bu qolu kəsə bilsəz, yaxşı mükafatınız var. Baş üstə, əmir.
İbn Kamil Şakir'ini vurdum. Səbr elə. Ver görüm. Sən yaralanmısan Əhmər. Biz geri çəkilməliyik. Bu yaranı mənə düşmən yox, dost vurdu. And olsun dostluğumuza. Mənim niyyətim yalnız xeyr idi. Şeytan xeyirli niyyətlərin pusqusundadır. İnsan şeytandan uzaq olduğunu düşündüyü vaxt ona hücum eləyir. Xəbərin olsun ki, həmişə şeytanın yolu ilə getməyə bir addımın, əvəzinə danışmağa isə bir nəfəslik yolun qalır. Kaş lal olaydım, öz düşüncələrimi dilimə gətirməyəydim. Allah qəlbimizin korluğuna şəfa versin. Get səmimi qəlbdən tövbə elə ki, bəlkə qiyamət günü nicat tapa bildin. Sən öz yersiz vəsvəsələrinlə nəinki özünün, ordunun və qiyamımızın da belini sındırdın. Allah sənin dadına çatsın. Bütün ölülərin qanı mənim boynumda qalsın. Razı oldun? Əhmərcan, biz indi geri çəkilməliyik ki, Allahın yardımı ilə gücümüzü toplayıb düşmənə qalib gələk. Ordunun qara günləri İranlı cəngavəri atdan düşürdükləri gündən başladı. Səbəbkara lənət olsun. Bundan sonra hər uğrada qalmaq utanc vericidir. Belə getsə hamımız ölməyincə ağalarımız məğlub olduğumuza inanmayacaqlar. Nəyə görə qalmağımıza təkid elədiklərini Allah bilir. Qürur qoymur qardaş. Çək məndən! Sənin kimisinə söykənmək istəmirəm! Əhmərcan! Muxtar böyük bir ordu ilə gəlir! Muxtar gəlir!
اللهم صل على محمد وآل محمد وبارك على محمد وآل محمد وارحم محمد وآل محمد أول ما صلى Sahip, Bəli, əmir. gel. Dəfn mərasimindən sonra yubanmadan düşərgəni məzar məntəqəsinə köçür. Gecə düşməmiş məzara çatmaq lazımdır. Baş üstə, əmir. Xəbər doğrudur İbn Hür. Hansı xəbər, əmir? Muxtar Həruraya gəlib, Bəli, gəlib. mühafizəsi ilə. Hansı mühafizə? Sayı, ordusunun sayı nə qədərdir? Muxtarın verdiyi əmr mənim üçün qoşunun sayından daha əhəmiyyətlidir. Hansı əmri verib ki? Muxtar köçməyə hazırlaşır. Həruradan məzara getmək istəyir. İndi tədarük görürlər. Məzara? Bəli, əmir, məzar. Keçidi çətin olan bir yerdir. Qamışdı, sulu və palçıqlı bir yerdir. Mühəlləb, bu yer dəyişmə nə üçündür? Mənası budur ki, Muxtar Hərurada bizi məğlub eləyə bilməyəcəyini anlayıb. O məzara getməklə qamış, su və palçıq kimi maneələrdən istifadə eləmək istəyir. Çox ağıllı və əlverişli tədbirdir. Biz nə etməliyik? Bilirsiniz, biz məzarda döyüşməyə məcburuq. Qoşunun məzara köçməsinə əmr eləyin. Cəfər, çadır və düşərgəni yığın, məzara yola düşürük. Baş üstə, əmir. O hara getdi? Muxtarın bu hiləgər tədbirini Şəbəslə müzakirə eləməyə getdi. Muxtarın məzara getmək istədiyini eşitdin? Məzara? Bəli, məzara. Bizi bataqlıqda əsir eləmək istəyir. Mən dəfələrlə demişəm, Muxtar çox hiləgər adamdır. Hətta Hərurada məğlub olmasına da şübhə eləmək lazımdır. Ola bilsin ki, o bilərəkdən, qəsdən məğlub olub. Doğrudan? Amma o Hərurada 3 ən yaxın dostunu itirib. Xilafət əbasını geyinmək üçün bu o qədər də çox deyil. Muxtar sözün əsli mənasında siz və böyük qardaşınız cənab xəlifə kimi bir siyasətçidir. Siz xilafəti qorumaq naminə
məni və mühəlləbi öldürmək məcburiyyətində qalsaz, bunu eləməzsiz? Bizdən uzaqlaşmayın cənab Şəbəs. Bizim sizə ehtiyacımız var. Hə, bir də ki, qılıncınızın qiymətini cənab xəlifədən istəmişik. Bəsrə hakimliyinin hökmü tezliklə əlinizə çatacaq. Təşəkkür edirəm, əmir. Mərhum Kiyanın qoşununda olan qeyri-ərəblərin cəmi 1/3 qalıb. Çoxu da yaralıdılar. Qorxulu bir gün idi, əmir. Müsəlman eşitməsin, kafir görməsin. Şübhəsiz ki, bu addım mühəlləbin hiləsidir. Yəqin ki, İbn Şümeyd də hilədən xəbərdar olmayıb. Mən ona təəccüb eləyirəm ki, Kiyanla İbn Kamil bu yanlış göstərişə niyə tabi olublar? Əhmərlə Kiyan arasında bir mübahisə oldu. Əhmər çox əsəbləşmişdi. Kiyan məcbur qalıb qəbul elədi. Məcbur qalmaq nədir? Yanlış göstəriş olan zaman onu o dəqiqə rədd eləmək lazımdır. İbn Vəhəb hardadır? Çox güman, mərhum İbn Şümeydin xeyməsinin içərisində tanrısı ilə razı-niyaz eləyir. Bəli. İbn Vəhəblə İbn Şümeyd həmişə birgə məsləhətləşərdilər. Əminəm ki, o, hadisənin necə baş verdiyini bizdən daha yaxşı bilir. Yadımdadır. Elə bu xeymənin içərisində Kiyanın cənazəsi üstündə onunla İbn Kamil arasında mübahisə yarandı. Hansı mövzuda? Hansı mövzuda? Səhv eləmirəmsə cahillərlə məsləhətləşmək barədə. Məncə İbn Vəhəb fitnənin kökünü tapmağa kömək eləyəcək məqamlardan xəbərdardır. Belə bir vaxtda köhnə qəbri açmaq ordumuzun xeyrinə deyil. İndi neyniyək? Mənim fikrimcə qoşun dincəlib güc toplamalıdır. Bunun üçünsə ən azından bir ay vaxt lazımdır. Sahib, sənin fikrin nədir? Qorxuram fikrimi bəyənməyəsiz, əmir. Mən ki, hələ sənin fikrini eşitməmişəm. Biz bu vəziyyətdən çıxış yolu tapmaq üçün bura toplanmışıq. Əslində mən geri çəkilməyin tərəfdarıyam. Döyüşü Küfənin daxilinə çəksək yaxşı olar. Ağsaqqal sərkərdəmizin fikri nədir? Mən hələ də illər öncə cümə axşamı Siffeyndə rəhbərim Əli ilə bağladığım əhd-i peymana sadiqəm. And olsun Allaha ki, mən Zübeyir oğlanlarının 200-lüyündən bezmişəm. Sahibin təklifi bəlkə də yaxşıdır və mən əminəm ki, onun bizə faydası ola bilər. Amma mən burada qalmağa üstünlük verirəm, əmir. Siz, cəngavərlər, hər urada Muxtarın işlək qollarını kəsdiniz. Buna görə də Muxtar dərhal məzara qədər geriyə çəkildi. Bu da onun sizdən bərk qorxuya düşməsindən xəbər verir. Gərək Allahın köməkliyi ilə macal vermədən onu məhv eləyək. İbn Hür, dünənki xidmətlərin və bugünkü iradənə görə Küfə şəhəri gözətçilərinin rəhbəri təyin olunursan. Bu da bizim sədaqətimizin sübutu. Cənab Şəbəs, dünən gecə Məkkədən qasid gəlib. Zənnimcə gözlədiyimiz hökmü gətirib.
Əlbəttə, mən onun məzmunundan xəbərsizəm. Amma ümid eləyirəm ki, sizin qılıncınızın qiyməti olar. Görəsən Nəhdiyə nə tapşırılıb? Məsləhət olsaydı, Əmir Muxtar Nəhdinin görəcəyi iş barədə bizlə məsləhətləşərdi. Döyüş tədbiri barədə əmrin susması mənim üçün hələ də sirr olaraq qalır. Səad və sən Səlim, Mühəlləb və adamlarını gözdən qoyma. Mühəlləb addım atmayınca siz də yerinizdən tərpənmirsiniz. Sən isə Mehran, düşərgədə qal. Yaralıların müalicəsinə nəzarət elə. Baş üstə əmir.
Qamışlıq attım, batdım, pusqudur. Hər tərəfdə tələlər qurublar. Bizim tərəfdarlarımızı dəstə-dəstə məhv eləyirlər. Bəs sən niyə sağ qalmısan axmaq? Dəstəni geri çək, get! Oldu əmir. Necəsən İbn Hür? Muxtar yenə də bizi allatdı. Qamışlıq başdan başa tələdi. Adamlarımın yarısı bataqlıqda məhv oldu. Qamışlığa girməməliydin, cavan. Neynəmək olar? Biz sizin kimi təcrübəli deyilik, şeyx. Nə oldu? Bəsrə hakimliyini ala bildiniz? Bəsrə hakimliyi mənə həvalə edildi. Küfə gözətçilərinin rəhbərliyi sənə həvalə edildiyi kimi. Mübarək olsun, şeyx. Elə isə nə qədər namusun ləkələnməyib, tərpən. Mənim namusumun nə cavanlığı qalıb, nə də cazibəsi. Nəhayət məcbur olub bu xoş sima ilanı meydana göndərdilər. Sən qocalıqdan kif atmış həmin nəhdi deyilsən? Əlbəttə, mənəm, mən. Nə əcəb siçan yuvasından çölə çıxmısan? Sən canından bezmişsən, qoca uzun qulaq. Ölüm sənin kimilər üçün toy deməkdir. Onu bu qocalıq əzabından xilas eləyin. Qəribədir. Bu cəmaat ya caduya, sehrə bələddilər, ya da dava dərmana. Nuh qədər ömürləri və cavan kimi biləkləri var. Əmir! Əmir! Müjdə əmir! Şəbəs cəhənnəmə vasil oldu. Qanın yerdə qalmaz Hüseyin! 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 Qanın yerdə qalmaz Hüseyin!